Anam kurban, sana canım kurban, sana yüreğim kurban. Ayaklarının altında ölüm. Elə demə xanım. Hardan zəng vurmusan? Mən də aça bilmirəm. Mingəçördəndir, Mingəçördən, Firəngiz. Mingəçevirdən lap yaxşı. Neçə evladın var? 6. Sənə neçə gəlinin var? 2-dir gəlin. 2'dir. Səni niyə xoşlamır o gəlinlər? Nə bilim qadan yanım, nə bilim sanaya qarşı. Heç evlərinə getmirsən oğlunun? Gedirəm sanaya qarşı, gedirəm. Gəlinlər sənə qarşı necədirlər? Belə da belə. Gedəndə xoşlamırlar səni. Niyə xoşlamır gəlin səni? Xoşlamırlar da xoşlamırlar, məni xoşlamırlar sanaya qarşı. Niyə yaxşı, sənin oğlunu anıya qısqanırlar? Belə olmaz. Xanım, sən başına nə tökürsən? Niyə başında nə var? Sən başında heç nə yoxdur. Başına nə tökürsən? Sən sıxılırsan, açılırsan. Səndə mənfi qüvva var. Seyir telsin var. Nə malic olunmuşsan? Malcanın təsiri olmayıbdır. Başına nə tökürsün kütülka ilə? Elə bir gen sirkə töküb dağılır, onda başımın havası biraz alınır, gücü. Elə bir başınıram. Sənə kim deyibdi? O sirkəni kütülka ilə başına tök. Sənə kim deyib onu? Nə bilim onu yadımdan çıxıbsa, kimsə onu deyir, çoxdanı 6 ildir bu dərsləri tapıb, 6 ildir. Ay xanım, səndə mənfi bir qüvvə var. Gah ağlayırsan, gah gülürsən, səni elə bir hala salıblar. Evdə tək qalırsan, tənha qalırsan. Külfətdən, çətinli ilə dolanmısan, zülmətlə uşaq böyütmürsən. 6 uşaqdan sənin qaydına niyə qalmırlar? Niyə oğullar ananın sağlığında ananı yoxlamırlar? Ananın qayğısına qalmırlar. Ana öləndən sonrasına gəlib çiynində aparıb basırır, gəlir. Sonra deyir, anam öldü. Nə üçündür belə oğlanlar? Belə oğlanlara nə deyərsən? El şöhrəti balalarının